sevinirsiniz? Bax, sizə insafla cavab verin öz ürəyinizdə. Bax, bugün şadsan, xürrəmsən, nədən sevinirsən? Hə? Sevinçmirsən nədən olmalıdır? Bugün günah eləməmişəm. Əleyhissalam deyir ki, bugün bayramdır sənin. Bayram nədir? Şadlamaq. Heç buna görə sevinir. Heç bunun hayındayıq biz. Sevincim bundan olsun. Günahı tərk eləmək bu qədərmi mühümdür? Bəli, Ramazan ayını buna görə təyin edib. Bir ay deyib az, susuz qal. Ramazan ayı oruç tut ki, sən təki bu ilə məşq edib sonra da günah eləməyəsən, qayıtmayəsən günaha. Hər ildə denən ki, bəlkə bu il alındı, mən dəyişdim, bir dəfəmli dəyişdim. O qədər mühüm məsələdir ki, bir ayda biz yığıb bura oturmuşuq, bir ayda hər gün oruç tutacaq, gecələr oyaq qal. Nədir məqsəd? Məqsəd nədir? Məqsəd budur ki, günah eləməyəsən. Ləalləkum təttəqun. Oruç tutacaq ki, təqvalı olasınız, günahdan çəkinəsiniz.